Bir adam təsəvvür edin. 27 yaşında, gecə yarısı cəmi bir neçə radio stansiyasını ələ keçirməklə bütöv bir ölkənin taleyini dəyişir. Sonra 42 il o ölkədən çıxmır. Özünü nə kral, nə də prezident adlandırır. Rəsmi olaraq heç bir dövlət vəzifəsi daşımır. Amma bu ölkədə heç nə onun icazəsi olmadan baş vermir. O, BMT kürsüsündə nizamnaməni cırır. Parisin, Romanın mərkəzində bədəvi çadırı qurdurur. Şəxsi mühafizəsini yalnız qadınlardan formalaşdırır. Eyni zamanda Şotlandiyanın kiçik bir qəsəbəsi üzərində 270 insanın həyatına son qoyan partlayışın da izi onu aparıb çıxarır. Və bütün bunlardan sonra 2011-ci ilin oktyabrın 20-sində bu adam öz doğma şəhərinin kənarında tikinti zibili ilə dolu bir su borusunun içində tapılır. Bir neçə dəqiqə sonra da öz xalqının əlində həyatını itirir. Onun adı Müəmmar Qəddafi idi. Bu video sadəcə bir diktatorun həyatını göstərmir. Eyni zamanda hakimiyyətin necə qazanıldığının, necə qorunduğunu və axırda necə bir neçə saatın içində əldən çıxdığının dosyasıdır. Kanalımıza yeni gəlmişsinizsə, abunə düyməsini sıxın. Çünki bu kanalda Azərbaycanın heç bir yerdə bu qədər detallı danışılmayan cinayət hadisələrini izah edirik. Müəmmar Qəddafi 1942-ci ildə Liviyanın Sirt şəhəri yaxınlığında Əbu Hədi adlanan ərazidə savadsız bir bədəvi çoban ailəsində doğulub. Uşaqlığı çadırlarda, davarların arasında keçib. Gənclik illərində onu formalaşdıran əsas amil Misir prezidenti Camal Əbdülnasırın ideyaları olub. Ərəb millətçiliyi, Qərb imperializminə qarşı çıxış. Qəddafi bu ideyalarla Bənqazi Hərbi Akademiyasına daxil olub və hələ kursant olarkən Azad Zabitlər Hərəkatı adlı gizli bir qrup yaradıb. Məqsəd bu idi: monarxiyanı devirmək. 1969-cu il sentyabrın 1-i Kral 1-ci İdris xaricdə tibbi müalicədə olarkən cəmi 27 yaşlı kapitan Qəddafi və onun silahdaşları hərəkətə keçir. Nə bir güllə atılır, nə bir insan ölür. Bir neçə saat ərzində radio stansiyası, hökumət binaları və saray nəzarətə götürülür. Qəddafi özünü Liviya Silahlı Qüvvələrinin ali baş komandanı elan edir. Maraqlıdır ki, o illər boyu rəsmi heç bir dövlət postu tutmayıb. Özünü sadəcə inqilabın rəhbəri adlandırıb. Amma real hakimiyyət tamamilə onun əlində cəmləşib. Beləliklə Liviyanın monarxiya dövrü bitir, Qəddafi dövrü başlayır və bu dövr düz 42 il sürəcək. 1970-ci illərdə Qəddafi özünə məxsus bir siyasi fəlsəfə hazırlayır. Nə klassik kapitalizm, nə klassik kommunizm. Onun adı 3-cü dünya nəzəriyyəsi idi. Bu ideyaları o məşhur yaşıl kitabında toplayır. Kitab məktəblərdə məcburi tədris predmetinə çevrilir. 1977-ci ildə Liviyanın rəsmi adı dəyişdirilir. Ölkə cəmahiriyyə, yəni kütlələrin dövləti elan olunur. Həmin nəzəriyyəyə görə hakimiyyət birbaşa xalq komitələri vasitəsilə xalqın əlində olmalı idi. Nə parlament, nə siyasi partiyalar lazım değildi. Çünki güya bu əsl demokratiya idi. Praktikada isə mənzərə tam əksinə idi. Heç bir müstəqil partiyaya icazə verilmirdi. Mətbuat tam dövlət nəzarətində idi. Təhlükəsizlik xidmətləri hər addımı izləyirdi. Yəni bir tərəfdə xalq hakimiyyəti haqqında rəsmi çıxışlar, digər tərəfdə isə real hakimiyyət tək bir adamın və onun ətrafının əlində idi. Bu Qəddafi rejiminin ən böyük paradoksu idi. Xalq hakimiyyəti pərdəsi altında şəxsi mütləq hakimiyyət. Burada bir məqamı gizlətmək düz olmazdı. Çünki tarixi tək rəngdə göstərmək, tarixi təhrif etmək deməkdir. Qəddafi hakimiyyətə gəldikdən sonra ölkənin neft sənayesi demək olar ki, tam milliləşdirilmişdi. Həmin pulla pulsuz təhsil, pulsuz səhiyyə və subsidiyalı mənzil proqramları həyata keçirilib. Dünya Bankının məlumatlarına görə Liviyada orta ömür uzunluğu 1970-ci ildə təxminən 47 il olduğu halda 2010-cu ildə 75 ilə çatıb. Böyüklər arasında savadlılıq səviyyəsi 90%-ə yaxınlaşıb. Gənclər arasında isə demək olar ki, tam savadlılığa çatıb. 5 yaşa qədər uşaq ölümü 1970-ci ildə hər 1000 doğuşa 139 nəfər olduğu halda 2010-cu ildə 28-ə düşüb. Yəni Qəddafi dövründə Liviyada real sosial irəliləyiş olub. Amma bunun qiyməti də var idi. İnsanların təhsilə, səhiyyəyə çıxışı artırdı. Amma hakimiyyəti tənqid etmək qəti qadağan idi. Bu tamam başqa məsələ idi və bunu nəyə gətirib çıxardığını biraz sonra görəcəyik.
Qəddafi təkcə siyasəti ilə deyil, dünyanı heyrətə salan qəribəlikləri ilə də yadda qaldı. Xarici səfərlərə çıxanda o otellərdə qalmırdı. Özü ilə nəhəng bədəvi çadırını daşıyırdı. Paris, Roma, hətta New York bu çadırı öz mərkəzi meydanlarında görmüşdü. Hətta bəzi ölkələrdə yerli hökumətlər buna icazə vermirdi. Onun şəxsi mühafizəsini isə Qərb mətbuatının Amazon qvardiyası adlandırdığı, tamamilə qadınlardan ibarət xüsusi dəstə təşkil edirdi. Bu, o dövrün ən çox müzakirə olunan mövzularından biri idi. 2009-cu ildə BMT Baş Assambleyasında ona cəmi 15 dəqiqə vaxt verildiyi halda o təxminən 100 dəqiqə danışıb. Çıxışı zamanı BMT nizamnaməsinin bir nüsxəsini cırmışdı. Bu çıxış hələ də tarixin ən uzun BMT nitqlərindən biri kimi xatırlanır. Amma bu rəngarəng görüntünün arxasında çox qaranlıq məqamlar gizlənirdi. İndi isə Qəddafi rejiminin adını dünya tarixinə ən qanlı şəkildə həkk edən hadisələrə keçək. 1986-cı il 5 aprel Qərbi Berlində ABŞ hərbçilərinin tez-tez getdiyi La Belle gecə klubunda bomba partlayır. 2 Amerikalı hərbçi və bir türk qadın həlak olur. 200-dən çox insan yaralanır. İllər sonra Berlin məhkəməsi bu terror aktının Liviya xüsusi xidmətləri tərəfindən təşkil olunduğu qənaətinə gəlir. ABŞ prezidenti Ronald Reagan bundan cəmi 10 gün sonra Liviyaya hava zərbələri əmri verir. Tripoli və Benqazidəki hədəflər bombalanır. Həmin zərbələrdən birinin Qəddafinin evinə dəydiyi və ailəsindən birinin həlak olduğu bildirilib. Baxmayaraq ki, bu barədə mənbələr arasında dəqiq təfərrüatlarda fərqlər var. Bu qarşıdurma daha böyük faciəyə gedən yol açır. 1988-ci il 21 dekabr New York istiqamətində uçan Panam 103 sərnişin təyyarəsi Şotlandiyanın Lockerbie qəsəbəsi üzərində havada partladılır. Təyyarədəki 259 nəfərin hamısı, üstəlik yerə düşən qəlpələrdən daha 11 nəfər həlak olur. Ümumilikdə 270 insan. İllər boyu çəkən beynəlxalq araşdırmadan sonra Liviya kəşfiyyat zabiti Abdelbasat Əl-Meqrahi 2001-ci ildə Şotlandiya məhkəməsi tərəfindən təqsirli bilinir. 2003-cü ildə Liviya dövləti bu hadisəyə görə məsuliyyəti rəsmən qəbul edir və qurbanların ailələrinə milyardlarla dollar məbləğində kompensasiya ödəməyə razılaşır. Amma Lockerbie yeganə hadisə deyildi. Bir il sonra 1989-cu ildə Fransanın UTA 772 sərnişin təyyarəsi Niger səhrası üzərində partladılır. 170 nəfər həlak olur. Bu terror aktı da Liviya kəşfiyyatı ilə əlaqələndirilir. Bu hadisələrə görə BMT Liviyaya ağır beynəlxalq sanksiyalar tətbiq edir. Ölkə illər boyu dünyadan təcrid olmuş vəziyyəti qalır. Qəddafi rejiminin ən qanlı səhifəsi isə ölkənin öz içində yazılıb. 1996-cı il 28-29 iyun Tripolidəki Əbu Səlim həbsxanasında saxlanılan məhbuslar ağır şərtlərə etiraz olaraq üsyan qaldırır. Cavab isə amansız olur. Təhlükəsizlik qüvvələri cəmi bir neçə saat ərzində məhbusları həyata çıxarıb güllələyirlər. Human Rights Watch təşkilatının araşdırmasına görə o gün 1270-ə qədər məhbus həyatını itirib. Onların cəsədləri illər boyu ailələrinə verilmir. Hadisənin təfərrüatları isə uzun müddət rejim tərəfindən gizli saxlanılır. Qəddafi özü yalnız 2004-cü ildə hadisənin baş verdiyini açıq şəkildə etiraf edir. Amma heç vaxt tam təfərrüat açıqlanmır. Çünki biraz sonra görəcəyimiz kimi 2011-ci ildə Liviyanı alovlandıran qığılcım da məhz Əbu Səlim qurbanlarının ailələrini təmsil edən bir vəkilin həbsi olacaq. 2003-cü ildə İraqda Səddam Hüseyn rejiminin süqutundan qısa müddət sonra Qəddafi gözlənilməz bir addım atır. Kütləvi qırğın silahları proqramlarından tamamilə imtina etdiyini elan edir və beynəlxalq müfəttişlərə ölkəyə giriş icazəsi verir. Bu addım nəticəsində sanksiyalar tədricən yumşaldılır. Böyük neft şirkətləri yenidən Liviyaya qayıdır. Qərb liderləri Tripoliyə səfər edərək Qəddafinin əlini sıxır. Bir vaxtlar terrorun himayədarı adlandırılan bu adam indi islahatçı kimi təqdim olunur. Amma ölkə daxilində heç nə dəyişmir. Siyasi azadlıqlar yoxdur. Hakimiyyət tamamilə Qəddafi ailəsinin əlindədir və bu partlamağa hazır bir bombanı sadəcə təxirə salır. 2011-ci ilin fevralında Tunis və Misirdəki inqilablardan ilhamlanan dalğa Liviyaya çatır. Qığılcım Əbu Səlim qurbanlarının ailələrini təmsil edən vəkil Fəthi Terbilin həbs olur. Benqazidə başlayan etirazlar günlər içində bütün ölkəyə yayılır. Qəddafi geri çəkilmək əvəzinə televiziyaya çıxıb etirazçıları Siçovul adlandırır və onları ev-ev, küçə-küçə təmizləyəcəyini bəyan edir. Bu sözlər beynəlxalq ictimaiyyəti hərəkətə gətirir. 26 fevral 2011-ci il BMT Təhlükəsizlik Şurası Liviyaya qarşı sanksiyalar tətbiq edir.
edir və məsələni Beynəlxalq Cinayət Məhkəməsinə göndərir. 27 iyun 2011-ci il Beynəlxalq Cinayət Məhkəməsi Qəddafi barəsində insanlığa qarşı cinayətlər ittihamı ilə həbs orderi verir. Artıq o sadəcə öz ölkəsində üsyançılarla mübarizə aparan lider deyil, beynəlxalq məhkəmənin axtardığı şəxsdir. 17 mart 2011-ci il BMT Təhlükəsizlik Şurasının 1973 saylı qətnaməsi ilə Liviya üzərində uçuşa qadağan zona elan olunur. NATO hava əməliyyatı başlayır. Aylarla çəkən vətəndaş müharibəsindən sonra avqust ayında üsyançılar paytaxt Tripolini ələ keçirir. Qəddafi isə doğulduğu şəhər olan Sirtə çəkilir. 2011-ci il 20 oktyabr Qəddafini və son tərəfdarlarını daşıyan konvoy Sirtdən qaçmağa çalışarkən NATO-ya aid fransız qırıcı təyyarələr tərəfindən vurulur. Konvoy dağılır. Yaralanan Qəddafi, oğlu Mütəssim və bir neçə mühafizəçisi yaxınlıqdakı tikinti sahəsində zibillə dolu kanalizasiya borularının içində gizlənməyə çalışır. Amma üsyançı döyüşçülər onları tapır. Sonrakı dəqiqələr telefon kameraları ilə çəkilib bütün dünyaya yayılır. Qanlı, çaşqın Qəddafi döyülərək, alçaldılaraq maşına mindirilir. Rəsmi versiyaya görə o, aparılarkən tərəfdarları ilə üsyançılar arasında baş verən atışmada həlak olub. Amma yayılan görüntülər onun artıq əsir düşdükdən sonra öldürüldüyünə dair ciddi şübhələr doğurub və bu sual illər boyu insan hüquqları təşkilatları tərəfindən araşdırılıb. Dəqiq cavab isə heç vaxt tam rəsmiləşməyib. Onun cəsədi bir neçə gün Misuratada nümayiş etdirilir. Minlərlə insan 42 il hakimiyyətdə qalan adamın taleyinə şahid olmaq üçün sıraya düzülür. Bir ay sonra, noyabrın 22-sində Beynəlxalq Cinayət Məhkəməsi onun ölümündən sonra işi bağlayır. Qəddafinin ölümündən sonra araşdırmaçılar dünya üzrə səpələnmiş nəhəng maliyyə izninin üstünə düşür. Müxtəlif qiymətləndirmələrə görə ABŞ və Avropa banklarında dondurulmuş, həmçinin Afrikanın müxtəlif ölkələrində gizlədilmiş aktivlərin ümumi həcmi 200 milyard dollara qədər ola bilər. Amma bu rəqəmin nə qədərinin Qəddafi ailəsinin şəxsi sərvəti, nə qədərinin isə ölkənin dövlət sərvət fondu olduğu bu gün də mübahisəlidir və bu vəsaitin böyük hissəsi hələ də tapılmayıb. Liviya özü isə vahid dövlət kimi bir daha bərpa oluna bilmədi. Ölkə rəqib hökumətlər və silahlı qruplaşmalar arasında parçalandı. Bu qeyri-sabitlik illər boyu davam etdi və Aralıq dənizi üzərindən Avropaya miqrasiya böhranına da ciddi təsir göstərdi. Müəmmar Qəddafinin hekayəsi bizə tarixin nə qədər mürəkkəb ola biləcəyini göstərir. Eyni adam, eyni zamanda ölkəsinə pulsuz təhsil və səhiyyə gətirə, həm də özünə etiraz edən 1200-dən artıq məhbusu bir neçə saat içində güllələtdirə bilər. Eyni adam Afrika Birliyi ideyasının fəal təbliğatçısı ola, həm də dünyanın dörd bir tərəfində terror aktlarının maliyyətçisinə çevrilə bilər. Bəziləri onu neft gəlirlərini xalqa yönəldən lider kimi xatırlayır. Digərləri isə onu 42 il boyu xalqını qorxu altında saxlayan bir diktator kimi xatırlayır. Həqiqət adətən olduğu kimi bu iki qütb arasında hardasa gizlənir. Sizcə tarix Qəddafini necə xatırlamalıdır? Bəyəndinizsə like düyməsini basmağı unutmayın. Bu videoları hazırlamaq ciddi araşdırma tələb edir. Kanalı izləyin, çünki bu cür az danışılan cinayət dossiyalarını açmağa davam edəcəyik. Növbəti videoda görüşənədək.